Etdiyim 20 sınaq riyaziyyat test toplusundan 14-cü ümumi sınağın izahına baxaq. Sol tərəfdə suallar görünür. Sağ tərəfdə isə onların izahını verəcəm. Birinci sualda görünür ki, x-2 üstü 7 binomunun açılışında x-2 üstü 7 binomunun açılışında bizdən binomial əmsalların cəmini soruşur. Biz bilirik ki, binomial əmsalların cəmi 2 üstü n ilə tapılır. Bizdə də n 7 olduğu üçün 2 üstü 7, yəni doğru cavabımız 128 olacaq A variantı. Növbəti sual, üslü bərabərsizlik deyə bilərik buna. Üslü bərabərsizlik yox, bu ümumi bərabərsizlikdir. Bu əsaslanacaq rasional üslü qüvvətin qaydasına. Deməli, 2x-6 üstü 3-də 1 kiçikdir 2 verilən bərabərsizliyi həll etmək üçün hər tərəfi birinci kuba yüksəldirik. Yəni, alınacaq 2x-6 kiçikdir 2-nin kubu. Hər tərəfin, bax bu verilən bərabərsizliyin hər tərəfin 3-cü dərəcədən kuba yüksəldirəm, yəni kuba yüksəldirik. Orada 3-lər ixtisar gedir, qalır 2 üstü 3. Və birdə ki, bir qaydamız var idi. A üstü m bölü n rasional üstü qüvvətdə əgər qüvvətdəki kəsir müsbət olarsa, onda əsası sıfırdan böyük bərabər olmalıdır. Yəni, bizdə qüvvətdəki kəsir müsbət kəsir olduğu üçün 2x-6 böyük bərabər 0 şərtin burada verməliyik. Birinci bərabərsizliyin həllində 2x kiçikdir. 2-nin kubu 8, 8 üstü 6, 14 eləyir. İkinci bərabərsizlikdə 2x böyük bərabər 6. Növbəti alınır ki, x kiçikdir. 14-ü 2-yə bölsək 7. Burada isə 6-nı 2-yə bölsək 3. Deməli, bizim cavabımız 3-dən böyüklər, 7-dən kiçiklər. 3 daxildir, 7 daxil deyil. Sualın şərtində tam həllərin sayını soruşur. 3, 4, 5, 6. 4 dənə tam həll var. D variantı. Üçüncü sual, kompleks ədədlər z bərabərdir. Z bərabərdir 2m çıxılsın 3. Üstə gəl, n üstə gəl 2i. Kompleks ədədinin qoşması z üstə xət bərabərdir. Mənfi 7 üstə gəl 5i. Kompleks ədədləri biz bilirik ki, kompleks ədəd a plus bi şəklində olarsa, onun qoşması a minus bi şəklində olur. Yəni, həqiqi hissələri bərabər olur, xəyali hissələri əks olur. Biz birinci kompleks ədədin özündə görürük ki, həqiqi hissə 2m minus 3-dür. Xəyali qoşmasının həqiqi hissəsi isə mənfi 7-dir. Birinci kompleks ədədimizin xəyali hissəsi m plus 2-dir. İkinci kompleks ədədin xəyali hissəsi müsbət 5-dir, amma onun əksinə bərabər edərik. Buradan alınır ki, 2m bərabərdir, mənfi 7 üstü 3 gələndir, mənfi 4. Burada alınır m bərabərdir, mənfi 3. M-i də tapsaq olacaq mənfi 2. M mənfi 2, n mənfi 3. Bizdən mn hasilini soruşur. M-i n-ə vursaq müsbət 6. Nəysə səhv etdik bir dəqiqə. Mənfi 7 plus 5. Qoşma kompleks ədəddirsə m plus 2-nin mənfi 5-ə bərabər etdik. Mənfi 4, mənfi 4 2 bölünün mənfi 2. Mənfi 5-dən 2 çıxanda burada mənfi 7 olur. M mənfi 7-dir. Səhv etmişəm burada. M mənfi 7 olur. Mənfi 7-nin mənfi 2-yə vursaq, cavab müsbət 14 olacaq Y variantı. Növbəti 4-cü sualda loqaritmik funksiya var və bunun təyin oblasından bizdən soruşur. Y bərabərdir. Loqaritma, diqqətli olacağımız burada bir neçə məqam var. X minus 5, kökün altında 10 minus x bölünsün x minus 7. Birincisi, biz bilirik ki, loqaritmanın içərisində yazılan bu kökaltı ifadə ki var, o sıfırdan böyük olmalıdır, müsbət olmalıdır. Kökaltı ifadə olduğu üçün sıfırdan böyük bərabər deyə bilərik, amma loqaritma içərisi sıfır ola bilməz. Yəni, birinci şərtimiz 10 minus x böyüdür 0. Əlavə olaraq, loqaritmanın əsasında yazılan x minus 5 ki var, o müsbət olmalıdır, 1 ola bilməz. Loqaritmanın şərtində var idi. Loqaritma A əsasdan B-də. B həmişə müsbət olmalıdır, A müsbət olmalıdır, 1 ola bilməz. Bu şərtlər gözlənilməlidir. İndi bir də bunun məxrəci var. Məxrəcindəki ifadə isə 0 ola bilməz. Bu şərtləri gözləməliyik. Birinci bərabərsizliyin həllində x kiçikdir 10 alınacaq, işarə dəyişəcək qarşıdakı bu mənfiyə görə. İkinci bərabərsizliyin həllində x böyüdür 5. Üçüncü x fərqlidir 1. Dördüncüdə x fərqlidir 7. Bu 4 hala baxaq. Demək, biz də ədəd oxu çəksək, burada var 1 boş, sonra 5 də boş,
7 içərisi boş daxil deyil, yəni bir də 10 daxil deyil. Bizdə cavabımız 10-dan kiçiklərdir, 10-dan kiçiklərdir. 5-dən böyüklərdir. 1 ola bilməz, bir də 7 ola bilməz. Deməli, sual nədir? Təyin oblasına daxil olan tam ədədlərin cəmi. Buradakı tam ədəd 6-dır. Yəni, üst-üstə düşən isə və cavabımız bax bu aralıqdadır. 5-dən 10-a qədər axtarmalıyıq. 6-dır, 7 daxil deyil. 8-dir və 9-dur. 6 üstə 8, 14, 14 üstə 9. Nəysə, yenə səhv elədik burada. 6, 8, 9 olacaq. 9 ödənilirmi? 6, 8, 9. 6 üstə 8, 14. 9 orada ödənmir deyəsən. Bir dəqiqə baxaq. Bir dəqiqə. X kiçikdir 10, X böyüdür 5, X fərqlidir 1. Daha doğrusu burada mən bir şey səhv etmişəm. X fərqlidir 1 yox. Burada X fərqlidir 1 deyil. X, baxın bax bu hissədə X minus 5 fərqlidir 1 olmalıdır. Bunun əsası 1-dən fərqli olmalıdır. Yəni X 6-dan fərqli olmalıdır. 6-dan fərqli olmalıdır. Hə, burada 1 yox, artıq bura bir dənə 6-nı da yerləşdirməliydik. 6 ola bilməz. 6 ilə 7 ola bilməz. Ona görə bizdə deməli, necə olacaq? Burada səhv elədim, üzrlü sayın. 5, 6, 7 ödəmir. Doğru cavab 8 plus 9 bərabərdir 17. A variantı olacaq. Burada x minus 5 birdən fərqli olmalı. Yəni, loqaritmanın əsası x minus 5 birdən fərqli olmalı idi. Növbəti vaxt itirməyək 5-ci sual. Bizə verilib integral -3-dən 4-ə qədər fx dx 5-dir. İndi bizdən soruşduğu -3-dən 4-ə qədər 7 fx üstə gəl 3 dx-i hesablayaq. Burada biz ayrı-ayrı integrallar kimi buna baxarıq. İntegral -3-dən 4-ə 7 fx dx üstə gəl integral -3-dən 4-ə 3 dx. Yəni, cəmin integralı ayrı-ayrı integralların cəminə bərabərdir. 7-ni mötərizə, yəni integralın xaricinə çıxarsaq alınlar -3-dən 4-ə qədər fx dx üstə gəl -3-dən 4-ə qədər 3 dx. Bizə bu birinci integralın hazır qiymətin 5 verib. Yəni, olacaq 7 vurulsun 5. Üstə gəl, sabitin integralı, yəni 3-ün integralı 3x şəklindədir. Qiymətlər Newton-Leibniz düsturundan burada istifadə edəcəyik. Bərabərdir. 7, 5-in 35 üstə gəl. Bunun qaydası belə idi. Birinci yuxarı sərhəd vurulur 3-ə. 3 vurdur. Çıxılsın. 3 vurulsun aşağı sərhəd. -3. İndi bunu hesablasaq 35. Deməli, burada olacaq 35. Üstə gəl. 35 üstə gəl. 3, 4-ün 12. 3-ü -3-ə vuranda müsbət 9. 12 üstə 9, 21. Doğru cavab 46. Daha doğrusu 56. Doğru cavab 56. A variantı. 5-ci sualın cavabı A variantı. Növbəti böhran nöqtələri ilə tapılmasıdır. Y bərabərdir x kub çıxılsın 5x funksiyasının böhran nöqtələrinin cəmini tapın. Böhran nöqtəsi nə idi? Törəmənin sıfıra bərabər olduğu və ya törəmənin olmadığı daxil nöqtələri idi. Biz verilən funksiyanın törəməsini tapıb sıfıra bərabər edirik. X kubun törəməsi 3x kvadrat, 5x-in törəməsi 5-dir, bərabərdir 0. Böhran nöqtələrin cəmin soruşur. Elə bir növ bizdən burada köklər cəmin soruşur da. Bu alınan kvadrat tənliyin köklər cəmi. Köklər cəmi Viet teoreminə görə ikinci həddin əmsalının əksi bölünsün A əmsalıdır. Burada ikinci hədd olmadığı üçün köklər cəmi sıfıra bərabərdir. B variantı. Növbəti 7-ci suala baxırıq. 7-ci sual. Bu ədədin A, B, 2, 3, C ədədinin 4-ə bölünən olduğunu deyib. 3 nöqtə qoyulmalı mənası, yəni 4-ə tam bölünür, onu göstərir. 7-ci sualda. 4-ə tam bölünürsə, 4-ə bölünmə əlaməti ümumiyyətlə biz verilən çox rəqəmli ədədin son 2 rəqəminə baxırıq. Son 2 rəqəm əgər son 2 rəqəmin əmələ gətirərək 4-ə bölünürsə, bu ədəd 4-ə tam bölünür. Bizdən ABC cəminin ən kiçik qiymətini soruşur. Əkiqi yazdım, ən kiçik qiyməti. Deməli, 30 deyək də, bu 30 neçədir bir növ? 30 neçə
30 özü 4-ə bölünmür. 32-dən başlayır 4-ə bölünən ədədlər. 32-dir, 36-dır, bir də 40-dır. Yəni 3 ilə başlayan 4-ə bölünən ədədlər 32 və 36-dır. Ən kiçik cəm soruşduğu üçün biz S-nin ala biləcəyi ən kiçik qiymət olaraq 2 götürərik. S-ni 2 tapırıq. Amma bizdə birinci A və B ədədləri haqqında bir məlumat verilməyib. Bunların bir-birinə bərabər olduğu və ya fərqli olduğu da deyilməyib. Ona görə biz A və B-ni ayrı-ayrılıqda ən kiçik ədəd olaraq A-nı 1, birinci gəldiyi üçün ən kiçik natural ədəd 1-dir. B isə ən kiçik natural ədəd deməyək, ən kiçik ədəd 0 götürərik. Çünki bu cəmin ən kiçik olması üçün axtarılan ədədlər ən kiçik olmalıdır. Onda doğru cavabımız 1 üstəgəl 0 üstəgəl 3, yəni cavabımız 3 olacaq Y variantı. Növbəti sualımız dördbucaqlının sahəsinin ən böyük qiyməti. İxtiyari bir dördbucaqlı bizə verilibsə, ixtiyari dördbucaqlı D1, bir diaqonalımız D1, o bir diaqonalımız D2 olsun. İstənilən dördbucaqlının sahəsi diaqonallara əsasən belə tapılır. 2-də 1, D1, D2, sinus alfa. Alfa da diaqonallar arasındakı bucaqdır. Fərqi yoxdur. İti bucaq, kör bucaq, onsuz da sinusu eyni olacaq. İndi burada bərabər yazırıq nəyə? Bərabərdir. 2-də 1 vurulsun. Bir diaqonalımız 4-dür. O bir diaqonalımız 5-dir. Amma diaqonallar arasındakı bucaq yoxdur. Yazırıq sinus alfa. Burada 4 ilə 2 ixtisar gedir, alınır. 10 sinus alfa. Deməli, biz sahə üçün 10 sinus alfa münasibətini tapdıq. Amma burada sahənin ən böyük qiymətini soruşur. Biz bilirik ki, trigonometri funksiyalardan sinusun ən böyük qiyməti 1-ə bərabərdir. Ona görə doğru cavabımız 10 vur 1 bərabərdir 10 olacaq. 8-də A variantı. Keçirik növbəti 9-cu suala. 9-cu suala gedirik. 9-cu sual limitlə əlaqəli bir sualdır. Limit mövzusuna aiddir. Trigonometrik funksiyalar da burada var. Deməli, limit x yaxınlaşır 0-a. Biz burada kəsrin surətində sol tərəfdə kosinus alfa çıxılsın, kosinus beta düsturunu görürük. Kosinus alfa çıx, kosinus beta düsturunda kosinus alfa çıxılsın, kosinus betanı biz bilməliyik ki, onun qaydası buradan yazıram. Kosinus alfa çıxılsın, kosinus beta bərabərdir mənfi 2 sinus alfa plus beta bölü 2 vurulsun sinus alfa minus beta bölü 2. Bax, bu qaydadan istifadə edirik. Həm kəsrin surətində, həm məxrəcində. Olacaq mənfi 2 sinus 6x ilə 2x-i toplayıb 8x 2-yə bölsək, olar 4x vurulsun sinus alfa minus beta, yəni 6x çıxılsın 2x 4x 2-yə böləndə olur 2x. Məxrəcində də eyni qayda mənfi 2 sinus 5x ilə 3x-i toplayaram 8x 2-yə böləndə 4x vurulsun sinus 5x-dən 3x çıxanda 2x 2-yə böləndə 1x bərabərdir limit x yaxınlaşır 0-a. Burada müəyyən ixtisarlar aparsaq, kəsrin surətində sinus 2x, məxrəcində sinus x görürük. Və birinci görkəmli limit qaydalarına əsasən sinus ax-ın sinus bx-ə nisbəti ilə onların əmsalları nisbəti idi. Yəni x-ların əmsalları nisbəti. Burada 2-dir, burada yazılmayan 1 var. Doğru cavabımız 2 olacaq. 9-da C. Növbəti 10-cu sualımız. 10-cu sualımızda bərabərsizliyi həll etməliyik. Bərabərsizliyi həll etmək üçün biz əvvəlcə x-i yazaq buradan. X kub çıxılsın 6x kvadrat üstə gəl 9x kiçik bərabər 0. Biz axtarmalıyıq mənfi 2, 5 parçasındakı tam həllərin sayını. X-i ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq, alınan x kvadrat çıxılsın 6x üstə gəl 9 kiçik bərabər 0. Mötərizənin içində diqqətlə baxsaq, bu x minus 3-ün kvadratıdır. X minus 3-ün kvadratıdır. Burada şifahi belə fikir yürütmək olar, amma intervallara ayıracam mən. Daha dəqiq görək. Sıfıra çevirən qiymətlər birinci vurğu 0-dır, daxildir. İkinci vurğu sıfıra çevirən qiymət 3-dür, o da daxildir. İntervallara ayırsaq, demək, 3-dən böyük qiymət versək, bu ifadə müsbətdir. 0-3 aralığında bir qiymət versək, kvadrat olduğu üçün qüvvətdə yenə müsbətdir. 0-dan kiçik mənfi 1 versək, ifadəmizin qiyməti mənfi eləyir. Bizdən mənfi hissəni soruşduğu üçün doğru cavab mənfi sonsuzluqdan 0-a qədərdir. Əlavə olaraq birləşmə
Bu 3 qiyməti funksiyanı sıfıra çevirdiyi üçün və 0 da bu şərti ödədiyi üçün, yəni sıfırdan kiçik bərabər olduğu üçün 3 bu şərti ödəyir. Nə sual vermişdi? Tam həllərin sayı. Amma bizim cavabımız -2-5 aralığında olmalıdır. -2-5 aralığında olması üçün bizim elə həmin qiymətlər olacaq -2-dən belə deyək 3-ə qədər. -2-dən 3-ə qədər belə olur da. -2-dən 3-ə qədər. Buradakı tam ədədlər -2, -1, 0, 1, bir dəqiqə, -2, -1, 0, 1, demək 2, 3 də ödəyir axı. 2, 3 də ödəyir. Bir də baxaq. Mənfi sonsuzluqdan 0-a qədər ödəyir. Bir əlavə olaraq 3 bizim bərabərsizliyi ödəyir. -2, 5 aralığında olmalıdır bizim qiymətlər. Bizim doğru cavabımız -2-dən deməli bu hissəni bir dənə silək. Bu hissəni silək. Bir dəqiqə, burada səhv nə elədik? Bizim bərabərsizliyimizin cavabı oldu -2-dən, mənfi sonsuzluqdan 0-a qədər birləşmə əlavə olaraq 3. İndi ədəd oxun dəqiq çəkək. -2 nöqtəsi buradadır. 0, 3 və bir də ki 5. -2-5 aralığından bizə qiymətlər lazımdır. Bir də cavabımız mənfi sonsuzluqdan 0-a əlavə olaraq bir də 3 idi. Bizim doğru cavabımız -2-dən 0-a qədər olur. -2, -1, 0, əlavə olaraq 3 də bu şərti ödəyir. Bir də əlavə olaraq 3 bu şərti ödəyir. 4 dənə tam qiymət. Sayın soruşur, doğru cavab A variantı. Növbəti ehtimal məsələsidir. Ehtimal məsələsi. Torbada eyni ölçülü 5 qırmızı 4 qara kürəciyi var. 5 qırmızı 4 qara kürəciyi var. 5 qırmızı 4 qara kürəciyi var. Bu torbadan təsadüfən 3 dənə kürə götürülür və nəticədə deyir ki, 3 qırmızı qalsın sonda. 3 dənə qırmızı qalsın, 3 dənə də qara qalsın torbada. Ehtimal bərabərdir. Deməli, ümumi 9 dənə bizdə kürə var. 3 dənənin seçilmə üsullarının sayı kombinizon 9 elementdən 3-dür. İndi bizdə 3 dənə qırmızı qalması üçün gərək belə ki, 3 dənə kürə seçmişəm. 3 dənə qırmızı qalması üçün mən 2 dənə qırmızıdan seçə bilərəm. Onda kombinizon 5 elementdən 2. Bir də deyirəm, 3 dənə qırmızı qalması üçün mən gərək 2 dənə qırmızıdan seçəm ki, yerdə 3 dənə qırmızı qalsın. Və 4 dənə qaradan da birini seçməliyəm ki, yerdə 3 dənə qara qalsın. Vurulsun. Kombinizon 4 elementdən 1. Yəni, qaldı bunu hesablamaq. Kombinizon 5 elementdən 2, 5 4-ün 20, yarısı 10. 4 elementdən 1 ilə 4-dür. Demək, 9 elementdən 3 hesablasaq kənarda. 9 elementdən 3 nədir? 9 faktorial bölünsün 3 faktorial vurulsun 6 faktorialdır. 9 faktorial 9, 8, 7, qalanları 6 faktorialdır deyə 6 faktorialla ixtisar gedir. Məxrəcdə də 3 vur, 2 vur, 1 qalır. Burada 9 ilə 3 ixtisar gedər, 3 qalar. 8 ilə 2 ixtisar gedər, 4 qalar. 3, 4-ün 12, 84 məxrəcdə. Burada da burla ixtisar aparsaq, 21-də 10 alınar. Doğru cavabımız C variantı. 11-də C variantı. Növbəti 12-ci sual. 12-ci sualda. Burada nöqtənin koordinatları verilib bizə. A nöqtəsi 5, 5, 2, 3. B nöqtəsinin koordinatları 1, 6, -7-dir. C nöqtəsi AB-nin orta nöqtəsidir. C nöqtəsinin koordinatlarını tapmaq üçün biz x1 ilə x2-ni toplayıb 2-yə bölürük. Y1 ilə Y2-ni toplayıb 2-yə bölürük. Z1 ilə Z2-ni toplayıb 2-yə bölürük. Yəni, uyğun koordinatların cəminin yarısı, orta nöqtənin tapılması.
Bu olur 3, bu olur 4, bu isə olur -2. Orta nöqtəni tapdıq. BC vektorunun komponentlərini bizdən cəmini soruşur. BC vektorunun komponentlərlə yazanda biz C nöqtəsinin koordinatlarından B koordinatlarının bir-bir çıxırdıq. Bizdə C də var, B də var. Onda nə olacaq? 3 minus 1, 4 minus 6, -2 çıxılsın, -7. Bərabərdir 2, -2, bu da 5. Bizdən bunların cəmini soruşur. 2, -2, 5'i toplasaq, doğru cavabımız 5 olar A variantında. Növbəti 13-cü sual. Trigonometrik tənliklər kosinus 8x çıxılsın kosinus 4x bərabər 0. Burada kosinus alfa çıxılsın kosinus beta düsturunu tətbiq edərik. Bayaq istifadə etdik ondan. Düstur belə idi. -2 sinus. Bir dəfə 8x ilə 4x-i toplayıb 2-yə bölürük. 6x. Bir dəfə də sinus bunların fərqinin yarısı. 2x bərabərdir 0. Hər iki vuruğu ayrı-ayrılıqda 0-a bərabər edirik. Sinus x bərabər 0 xüsusi hallar idi. Pi k-da olurdu. 6x bərabərdir pi k və 2x bərabərdir. Yenə də pi n olsun burada. Burada tapılanda pi k böl 6. Burada x-i tapsaq pi n böl 2. Həm bu şərti ödəyən ədədlər elə pi k böl 6-lardır. Çünki pi n böl 2-lər elə bunun daxilində yerləşir. Doğru cavab 13-də D variantı. Növbəti isə 14-cü suala baxaq. 14-cü sual. X plus y-i bizə 450 dərəcə verib. X plus y bərabər 450 dərəcə. Kosinus x-i isə -0,6 verib. Biz sinus bu içəridə olan 2x plus 3y-i 2x plus y şəklində ayırarıq. Yəni 2x plus 2y üzərinə gəl əlavə olaraq bir dənə də y, onda olacaq 3y. Bərabərdir, olur sinus x plus y bizdə 450 dərəcə olduğu üçün 2-ni 450-yə vursaq 900 dərəcə, üstə gəl y. Bərabərdir sinus 900 dərəcə. Biz verilən dərəcəni 360-a bölürdük. 2 dəfə tam bölünür, qalıq 180 qalır. Qalığı götürürdük. Yəni 900 dərəcə ilə 180 dərəcə kimi götürürük. Plus y bərabərdir. Burada nə baş verir? Biz 180 üzərinə gələndə bu 3-cü rüb bucağı olur. 3-cü rübdə sinus mənfidir. Ad dəyişmə olmur burada. Olur mənfi sinus y. Amma bizdə kosinus x-in qiymətini verib. Burada yenidən nə iş görürük? Mənfi sinus y-in yerinə birinci verilən bərabərlikdən 450 minus x yazarıq. 450 dərəcəni də biz 360-a bölsək, bir dəfə bölünür, qalıq 90 qalır. Elə demək ki, 450-nin yerinə biz 90 yaza bilərik. 90 minus x bərabərdir mənfi. Burada ad dəyişir. 90-da olur kosinus x. Mənfi qalır. Kosinus x-in qiyməti bizə yuxarıda mənfi 0,6 verdiyi üçün doğru cavabımız müsbət 0,6 olacaq. B variantı. Bu belə. Növbəti 15-ci sual. Kvadrat tənliklə. X kvadrat çıxılsın 9x üstə gəl 2 bərabərdir 0. x1 plus 7 x2 plus 4 çıxılsın 3x2 bərabərliyin tapmalıyıq, ifadəsini tapmalıyıq. Mötərizəni açsaq biz, alınar x1, x2, sonra x1-i vurarıq 4-ə, üstə gəl 4x1, 7-ni vururuq x2-yə, 7x2, 7-ni vururuq 4-ə olur 28, çıxılsın 3x2 bərabərdir. x1, x2 qalır, 4x1 də qalır, 7x2-dən 3x2-ni çıxanda müsbət 4x2, üstə gəl 28. x1, x2 Viet teoreminə görə köklər hasili sərbəst həddə bərabərdir, yəni 2-yə. Üstə gəl, buradan 4-ü mötərizə xaricinə çıxarsaz alınar x1 plus x2, Viet teoreminə görə köklər cəmi -9-un əksidir, yəni müsbət 9. Üstə gəl 28. 4 9-un 36, üstə gəl 28. 30 üstə 36, 66 olur. Doğru cavab Y variantı.
Y variantı. Növbəti 16-cı suala baxaq. Növbəti 16-cı sualımız həndəsi silsiləyə aiddir. Həndəsi silsilə. Verilənlər nədir? B8 çıxılsın B6. Biz B8-in yerinə B6 vurulsun Q kvadrat yaza bilərik. Çıxılsın B6 bərabərdir 5. Sonra B11-in yerinə B9 vur Q kvadrat yaza bilərik. Çıxılsın B9 bərabərdir. Bunu soruşur da bizdən. Biz birinci verilən ifadədən B6-nı mötərizə xaricinə çıxarsaq, qalar Q kvadrat çıxılsın 1 bərabərdir 5. Buradan B6 vurulsun. Q kvadrat bizdə 2, yəni Q2 olduğu üçün yerinə yazsaq B6 bərabərdir 5 böl 3 alınır. Bu B6-nın bizdə qiymətidir. Yəni B11 çıx B9-u bizdən soruşur. Bu ikinci ifadədə B9-u da mötərizə xaricinə çıxarsaq Q kvadrat minus 1 qalır. B9-un yerinə biz B6 vur Q kub yazarıq. Bir də Q kvadrat minus 1. B6-nı tapmışıq 5 böl 3. Bizdə Q 2 olduğu üçün 2-nin kubu vurulsun. Mötərizədə olur 2-nin kvadratı çıxılsın 1. Yəni Q bizdə 2-dir. Burada nə alınır? 2-nin kvadratı 4, 4-dən 1, 4-dən 1 çıxanda 3 eləyir, 3-lər ixtisar edir. 2-nin kubu 8, 8, 5-in 40 olur. Növbəti 17-ci sual. 17-ci sual qonşu bucaqlara aiddir. Qonşu bucaqlardan birinin, misal qonşu bucaqlar birlikdə cəmi 180 dərəcədir. Birinin dərəcə ölçüsü 40, birinin dərəcə ölçüsünü 40 dərəcə azaldıb, digərini 33 dəfə artırsaq, alınan bucaqların dərəcə ölçüləri bərabərləşər. Misal üçün, birini biz x götürsək, o biri qonşu bucaq 180 minus x olacaq. Birinin dərəcə ölçüsünü 40 dərəcə azaltsaq, bu olar x minus 40. İkincini 3 dəfə artırsaq, yəni 3 dənə 180 minus x olsa, bunlar bərabərləşərlər. Digərini isə 3 dəfə artırsaq, alınan bucaqların dərəcə ölçüləri bərabərləşər. X minus 40 bərabərdir. Mötərizəni açsaq 540 minus 3x. Buradan 4x bərabərdir 580. X bərabərdir 580-i də 4-ə bölsək, bu olacaq 170 dərəcə. Deməli, bir bucağımız 170-dirsə, o bursa 180 minus 170 10 dərəcə olacaq. Bizdən kiçiyinin dərəcə ölçüsünü soruşur. Deməli, 180, 171 oldusa, bir də baxaq, birinin dərəcə ölçüsünü 40 dərəcə azaltdıq, yəni x minus 40, o birisi isə 3 dəfə artırdıq. 3 vurulsun 180 minus x. 4x bərabərdir 580. Burada səhv eləmişəm. 580-i 4-ə böləndə 1 4-ün 4, 145 olur. 145. Onda ikinci bucağımız isə 35 dərəcə olacaq. D variantı doğru cavab. 8-ci sualda 3 bucağın 2 hündürlüyünü verib 4 və 6. Tutaq ki, H1 bərabərdir 4, H2 bərabərdir 6. Üçüncü hündürlüyünü ala biləcək ən kiçik tam qiyməti tap. Bizdən H3-ü bir növ soruşur. H3-ün ala biləcək qiymətləri necə taparıq? Onun üçün hazır belə bir qaydamız var. Deməli, üç bucağın hər hansı hündürlüyü, yəni tutaq ki, üçüncü hündürlüyü deyək, digər iki hündürlüyün hasili bölünsün onların fərqindən kiçik, hasili bölünsün cəmindən isə böyük olur. Və bu bərabərliklə ödənməlidir. Burada yerinə yazsaq, 4 vur 6 bölünsün 4 üstə gəl 6 kiçikdir H3. 4 vur 6 bölünsün 6 minus 4. Yəni burada moduldan söhbət edir. Modul. 24-ü 10-a bölsək 2 tam onda 4. Burada 4 6-nı 24-ü 2-yə bölsək 12. Bu münasibəti alırıq. Ən kiçik tam qiymət burada 3 olacaq. Yəni Y variantı. 19-cu sual. 19-cu sualda hündürlüyü 12 və oturacağının radiusu 2 olan silindr formalı qabın daxilində hündürlüyü 5 olan konus ilə yerləşdirilib ki, oturacaqlar üst-üstə düşüb boş silindrə tam dolana qədər nə qədər su döşmək lazımdır boş silindrə. Demək, içində piramid oldu, silindr daxilində konus yerləşdirildiyi üçün bura tökülən su, baxın, rənglədiyim hissəni tutacaq. Bu rəngli hissədə su qalacaq. Bundan ötürü biz nə etməliyik? Rəngli hissənin sahəsini tapmaq üçün silindrin həcmindən çıxmalıyıq konusun həcmin.
Konusun həcmi bərabərdir. Silindrin həcmi pi r kvadrat h-dır. Konusun həcmi isə 3/1 pi, radiuslar eyni olduğu üçün pi r kvadrat yazıram. Onun hündürlüyü fərqlidir. Başqa bir h-dan işarə edək. Demək, oturacağın radiusu 2-dir. Pi vurulsun 2-nin kvadratı. Silindrin hündürlüyünü 12 verib. Çıxılsın 3/1 vurulsun pi vurulsun. Radius yenə də 2-dir. Hündürlüyü isə 5 verib. Konusun hündürlüyünü bizə 5 verib. Pi'ni də 3 vermişdi bizə. 2 2'nin 4, 3 4'ün 12, bu oldu 144. Çıxılsın. Pi 3 olduğu üçün üstlər gedir. 2 2'nin 4, 4 5'in 20. Bu da olur 124. Deməli, bir də deyək, silindrin daxilində konusu olduğu üçün tökülən su rəynədiyim hissəni tutacaq. Amma bu həcmdə tapmaq üçün biz ümumi silindrin həcmindən konusun həcmini çıxmalıyıq. A variantı doğru cavab. 20-ci sual. Müstəvi xaricində verilmiş A nöqtəsindən, deməli, müstəvini çəkmirəm. Müstəvinin xaricindəki A nöqtəsi olsun bu. Bu nöqtə isə müstəvi olsun. Müstəvi xaricində verilmiş A nöqtəsində müstəviyə AB perpendikulyarı və AC maili çəkilmişdir. Birləşdirdik. Bax, bura oldu 90 dərəcə. AB bərabərdir 6-dır. AC mailinin bu müstəvi üzərindəki proyeksiyası 8-dir. AC mailinin bu müstəvi üzərindəki proyeksiyası 6-dır. Proyeksiya budur. Daha doğrusu 8-dir. Bizdən B nöqtəsindən mailin ortasına qədər məsafəni soruşur. Mailin ortasına qədər məsafə isə bax budur. Bu düzbucaqlı üçbucaq olduğu üçün Pifagor teoremi ilə A kvadrat plus B kvadrat yazarıq. AC-ni tapmaq üçün. Bu 100 eləyər, 10 çıxar. Orta nöqtəyə qədər məsafə, yəni hipotenuza çəkilən medianlıdır, elə bu. Hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. 20-də S. Növbəti 21-ci sual. Düzbucaqlı DABS piramidasında DA yantili. ABC piramida yantil. Gəlin baxaq, piramidanı belə çəkəcəm, görək alınacaq. Bu bizim piramidamız. D, ABC, ABC. DA yantili ABC oturacaq müstəvisinə perpendikulyardır. Onda bir dəqiqə. Bir dəqiqə səhv çəkdik. Bu olsun, bax belə. D, A, B, S. Bu perpendikulyardır müstəviyə. AD, AB, AC bunların üçü də bərabərdir. Bu da bərabərdir, bu da bərabərdir. B, AC 60 dərəcədir. Bu bucağı bizə 60 dərəcə verib. 60 dərəcə. CD 6 kökdə 2'dir. Biz C nöqtəsi ilə D nöqtəsini birləşdirsək, buranı bizə verib 6 kök altda 2. Piramidanın həcmini soruşur. Piramidanın həcmi 3/1 S oturacaq vur H-dır. Hündürlüyünü burada tapmaq bizə lazımdır. İndi baxaq. AC tərəfi AB tərəfinə bərabər olduğu üçün bu üç bucaq bərabər yanlıdır. Bərabər yanlı üç bucağında bir bucağı 60 dərəcədirsə olur avtomatik bərabər tərəfli. Yəni burada bir A desək, bu da A olacaq, burada A olacaq. Elə hündürlük də A-dır. Çünki bizə bərabərliyin deyib. Biz bura bərabər yanlı düzbucaqlı üçbucağı görürük. Katetlər A olarsa biz bilirik ki hipotenuz A kök altda 2'dir. Bərabərdir 6 kökdə 2. Buradan A tapılır 6. Artıq işimiz bitdi. V bərabərdir 3/1 S oturacaq vur H-dır piramidanın həcm düsturu. Bunun oturacağı bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağın sahəsi A kvadrat kökdə 3 bölü 4. Hündürlük də elə bizdə A şəklindədir. 3/1 vurulsun. A bizdə 6 olduğu üçün 6'nın kvadratı kökdə 3 bölü 4 vurulsun. Hündürlük yenə də 6'dır. Burada ixtisarlar aparsaq 3 4'ün 12 eləyir. 6'nın kvadratı 36. Burada 3 qalır. Olur 18 kök altda 3 doğru cavab. 18 kökdə 3 A variantında. Növbəti 22-ci sual. Bu sadə bir tənliklər sistemidir. Bu tənliklər sistemini əldə etmək üçün verilən tənliklər sisteminin şəklin üzərini göstərim. Alt-alta toplayarıq. Alt-alta toplasaq alınacaq x kub üstə gəl
3x kvadrat y üstəgəl 3xy kvadrat üstəgəl y kub bərabərdir 40 üstədə 24 olacaq 64. Yəni alt-alta toplayıb biraz sistemli şəkildə yazdıq. Diqqətlə baxsaq bu hazır x plus y-in kubudur. Bizdən x plus y-i soruşur. Nəyin kubu 64-dür? 4-ün D variantı 22-də. 23-cü sual. Uyğun tərəfləri 5 və 9 olan iki oxşar çoxbucaqlı verilib. Kiçik çoxbucaqlının perimetri 20-dir. Misal üçün, bu olsun bizim fərq etməz hər hansı bir çoxbucaqlıqda bu. Uyğun tərəfləri 5-dir, 9-dur. İki oxşar çoxbucaqlı verilib. Kiçik çoxbucaqlının perimetrini 20 verib. Böyük çoxbucaqlının burada perimetrimizdən soruşur. Bizdə belə bir qayda var idi. Uyğun, oxşardırlarsa hər iki fiqur, onların uyğun tərəflər nisbəti perimetrlər nisbətinə bərabərdir. Yəni 5 bölü 9 bərabərdir 20 bölünsün P-yə. Buradan da P bərabər 36 alınır. Cavab 36. 24. 24-cü sualda radiusu verib R. Biz bura mərkəz götürəcəyik əvvəlcə. Mərkəz götürək. AB R kökdə 2-dir. CD R kökdə 3-dür. Qövslərin cəmini soruşur. Dərəcə ölçülərinin cəmini soruşur bizdən. Demək, biz bura nə edəyik? Mərkəzlə D nöqtəsini birləşdirək. Mərkəzlə D nöqtəsini birləşdirək. Bura bizdə radiusdur, R hərfidir. Həmçinin C nöqtəsi ilə də mərkəzi birləşdirsək, bu da R-dir. Bizə CD vətərin R kök altda 3 verib. R kök altda 3. Baxın, bu gördüyümüz üçbucaqda, yəni burada lap kənara bunu çəkək. Baxın, R kök altda 3. Əgər bərabər yan üçbucağın oturacağı yan tərəfindən kök altda 3 dəfə çoxdursa, onda onun təpə bucağı 120 dərəcə olacaq. Yəni burada gördüyümüz belə deyək, COD bucağı 120 dərəcəli bucaqdır. Onda qövs, belə deyək, qövs CMD də 120 dərəcə olacaq. Çünki CMD qövsünün dərəcə ölçüsü söykəndiyi qövs mərkəzi bucağa bərabərdir. Həmçinin eyni şeyi biz burada da edərik. Digər tərəfdə də bu işi görərik. O nöqtəsi ilə mərkəzlə B nöqtəsini birləşdirərik. Həmçinin A nöqtəsini birləşdirərik. Bunlar R-dir. AB vətəri bizdə R kök altda 2-dir. Yəni həmin bir üçbucaq çəkirəm burada. Əgər bərabər yanlı üçbucağın yan tərəfləri R oturacağı R kök altda 2 isə deməli bu 90 dərəcə. Düz bucaqlı üçbucaqlı və bunun təpə bucağı 90 dərəcədir. Çünki A kök altda 2 şəklində olurdusa, təpə bucaq 90 dərəcədir. Bu bucaq bizdə AOB bucağı 90 dərəcədirsə, onda onun söykəndiyi AMB qövsü də 90 dərəcə olacaq. Və bunların cəmi bizdən soruşur. 90 üstə 120 dərəcə bərabərdir 210 dərəcə. 210 dərəcə olacaq. %25-ci sual. Bunu Venn diaqramı ilə işləyə bilərik. Elə Venn diaqramını çəkirik. Bu A çoxluğu, bu B çoxluğu. Biz görürük ki, B çoxluğunun 4 dənə elementi var. A çoxluğunun 5 dənə elementi var. Kəsişmədə isə 2 element var. Kəsişməyə 2 yazıram. A çoxluğunun 5 elementi varsa, deməli A-da olub B-də olmayanlar, yəni A ilə B-nin fərqində 3 element olacaq. B çoxluğunun 4 elementi varsa, B-də olub A-da olmayan, yəni B və A çoxluqlarının fərqində isə 2 element olacaq. Bizdən birləşmənin sayını soruşur. Cavabımız 3 üstəgəl 2 üstəgəl 2, yəni 7 doğru cavab olacaq. 26-cı sual. Kvadratik funksiya. Kvadratik funksiyadır. Burada diqqət edəcəyimiz məqamlar olacaq. Ümumiyyətlə y bərabərdir ax kvadrat plus bx plus c kvadratik funksiyasının simmetri yoxu x bərabər m şəklindədir. O da mənfi b böl 2a ilə tapılır.
Demək, simmetriya oxum bizə verib 3. Yəni, mənfi B bölü 2A düsturuna görə mənfi, bizdə B P-dir, A-mız da 5-dir, bərabərdir 3-ə. Buradan da alınır ki, P bərabər mənfi 30. Və deyir ki, təpə nöqtəsi 2x plus 3 düz xəttin üzərində yerləşir. Əgər o düz xəttin üzərində yerləşirsə, onda bizdə təpə nöqtənin koordinatları MN elə həmin funksiyadakı x, y ilə eyni şey olacaqlar, bərabərdirlər. Aydındır? Bərabər olacaqlar. Və bizə x-ı 3 verdiyi üçün biz ikinci funksiyadan y-i taparıq ki, 2 vur 3 üstə gəl 3 olacaq 9. Yəni, bizim MN-imiz elə 3, 9 imiş. 3, 9 imiş. N-in düsturu bizdə necə idi? 4AC çıxılsın B kvadrat bölünsün 4A şəklində idi. Və yaxud yerinə də yaza bilərik burada. Sadələşdirə bilərik, amma düsturla da yaza bilərik. Bizdə A 5-dir. Vurulsun C 2-dür, onu bilmirik. B-ni biz tapdıq ki, elə P-dir də, mənfi 30. Mənfi 30-un kvadratı. Bura mənfi 30. Bölünsün 4A. Yenə deyirəm, A 5-dir. Yəni, AX kvadrat plus BX plus C-dən söhbət gedir. Bərabərdir 9. 4 5-in 22 çıxılsın 900. Bölünsün 4 5-in 20 bərabərdir 9. Çarpaz vursaq 22 çıxılsın 900 bərabərdir 180. Buradan 22 bərabərdir 1080. 2 bərabərdir 54 olacaq. Doğru cavabımız 54. Yirmi yeddinci sual uyğunluq sualdır. Burada diqqətli olaq biraz. Bura nə iş görəcək? Birinci verilən ifadədən A və B-nin əvvəlcə şərt verib ki, natural ədəd olduğunu deyib. A və B natural ədədlər. AB daxildir N. Birinci sualda 2A çıxılsın 3B üstü 4 plus 7. Bu deyir ən kiçik qiymət alır. Bax, bu cəmin ən kiçik qiymət alması üçün gərək cüt dərəcəli qüvvətin əsası 0 olsun. Bunun ən kiçik olması üçün bax, bu ifadə 0 olmalıdır. Yəni 2A minus 3B bərabərdir 0 almalıdır. Buradan da alınır ki, 2A bərabər 3B. Variantlarda da ən böyük qiymətdən söhbət gedir. Bütün kəsirlərin ən böyük qiymətini bizə deyir. Kəsrin də ən böyük qiyməti olması üçün və məxrəclərdə hamısına diqqətlə baxsaq, variantların bütün məxrəclərində A plus B var. Kəsrin ən böyük olması üçün onun məxrəci ən kiçik olmalıdır. Yəni A və B natural ədədləri ən kiçik natural ədədlər olmalıdır. Bu şərti ödəyən ən kiçik natural ədədlər A3, B2 olduqda ödənilir. A3, B2 olduqda ödənilir. Və bu şərti ödəyən ədədlərimiz olacaq. Birincidə B variantına baxaq, B variantında 20 bölünsün A plus B. Yəni bizdə A-mız 3, B-miz 2 olduğu üçün 20 bölü 5 bərabəri 4 olur. Bu kəsirin ən kiçik qiymət, ən böyük qiyməti 4 imiş. Yəni 1-ə B uyğun gəldi. Başqa variantlar burada uyğun gəlməyəcək. Bu belə. İkincisində isə verib ki, kök altında 3A çıxılsın 4B ifadəsi ən kiçik qiymət alır. Biz bilirik ki, kök altı ifadənin ən kiçik qiyməti kökü cüt dərəcəli özlə. Çünki dərəcə burada 2-dir. Kökün içərisi 0 olanda mümkündür. Buradan da alınır 3A bərabəri 4B. Yenə də kəsirlərin ən böyük qiymətindən söhbət getdiyi üçün və məxrəcdə A plus B olduğu üçün bu A bərabər 4, B bərabər 3 halında mümkündür. Və bu şərti ödəyən ədəd də şərt variant da A variantı olacaq. 21 bölünsün A plus B. Burada A-nın yerinə 4, B-nin yerinə 3 yazsaq 21 bölü 7 ən böyük qiymət olaraq 3 alınacaq. Başqa variant buna uyğun gəlmir. 3-ə, 2-ə A variantı uyğun gəlir. Növbəti mənfi modulda 7A minus 2B plus 9. Bunun ən böyük qiymətini soruşur. Əgər modulun qarşısında mənfi olmasaydı, bu ifadənin ən böyük qiymətini tapa bilməzdik. Amma mənfi olduğu üçün bunun ən böyük qiymətini tapmaq mümkündür. Çünki mənfi onu
kiçildəcək qiyməti. O şərt daxilində bu ən böyük qiymət alar ki, 7a minus 2b yenə də modulun içərisi 0 olsun. Buradan da alınır 7a bərabər 2b. Yenə də həmin şərtlərə əsasən a 2-dir, b 7-dir. Burada da uyğun gələn variant E variantındadır. 27 bölünsün a plus b. Bizdə a 2-dir, b 7 olduğu üçün 27-ni 9-a bölsək ən böyük qiymət 3 alınır. 3-ə də y uyğun gəldi. 1-ə b, 2-ə a, 3-ə y. Sağ olun.